Doyan və doymayan buxarlara keçirik. Birinci olaraq buxarın nə olduğunu bir deyək ki, buxarla qaynamanın qatışdırdığında ümid edilən qaynamanın nə olduğunu gördük orada. Bu günlərim 100 dərəcə olmayan suyu qaynadıq. Temperatur vermədim amma yəni. Amma indi mövzuda da ona bir aydınlıq vermək istəyirəm. Birinci, buxar nədir? Qaynama, qaynama yox, qaynama. Qaynama nədir? Bax, qarış. Buxarlanma prosesi ümumiyyətlə, buxarlanma deyək də buna. Buxarlanma. Buxarlanma nədir? Və qaynama nədir? Qaynamanı çox adam qatışdırır buxarlanmanı bir-birinə. Bəlkə yarım dəqiqə, yine. Belə bir dənə çaşdırıcı fizika sualı var. Ki, gedib hamıya deyirsin, 99% Azərbaycan əhalisinin yəni çaşır bana. Fizikam bilənlər, fizika müəllimləri də çox çaşır ha. Gedib deyirsən ki, fizika müəllimi çaşır. Deyir amma bəzi fizika müəllimləri onlar üçün çaşır. Gedib deyirsən ki, su neçə dərəcədə buxarlanır? Abi sağ ol. Get ver. Eve gedən ki, ilk gördüyün adama de. Hamıya de. Gerek su neçə dərəcədə? Hamı deyir ki, 100. Əldəysən ki, yox 100 verəm 60. Qaqı cəhdidən indi. 65-66 arası falan filan. Amma su bütün dərəcələrdə, bütün temperaturlarda yeniyir, buxarlanır. Buxarlanma nədir birinci? Onu bilmənlər var. Buxarlanmanı gəl bir izah edeyim. Sən belə bir dənə qabın var. Qabın burasına qədər sudur. Bunun içində nələr var? Molekullar var. Sətə yaxın molekullar var. İndi bir düşünək ki, molekullar bəziləri çox sürətlə hərəkət edirlər. Bəziləri. Bunlar gəlirlər, sətin üstündən gələndə məsələn belə də, bax sətdir. Bu da molekuldur. Belə bir xatir hərəkət edir, gəlir, çıxır. Bura gəlir, buradan çıxır. Çıxma hadisəsi baş verə bilər. Bu oldu nə? Buxarlanma. Yəni bu molekul gəlir göyə, olur nə? Buxar halını yaradır. Buxarlanma tam olaraq belə bir şeydir. Temperaturun asıldığı. Bu buxarlanma sürəti var. Buxarlanma niteliyyətləri daha çox artsın, daha çox buxarlansın. O, bəli, temperaturun asılıdır. Orada biraz xarakterləşirlər, amma buxarlanma ilə qaynama konkret yəni bir dərəcəsi yoxdur. İndi qaynama nədir bəs? Qaynamada mayyenin müəyyən təzyiq altında, yəni hər bir temperaturda yox, müəyyən təzyiq altında maksimum qalxa bildiyi temperaturdur. Mayyenin müəyyən təzyiq altında maksimum qalxa bildiyi temperatur. Bundan artıq mayye qalxa bilməz. Bundan artıq qalxa bilmir. Məsələn, bu nə kimi düşür? Buz kimi düşür. Əslində yəni məntiqi olaraq buzla bir başa salmaq çalışacaq. Buzu düşün. Buz sənin maksimum neçə dərəcəsində bilərsən? Nə bilim yox. Maksimum normal şəraitdə, yəni çünki porsiyanıza salındı dəyişir qiymətlər. Gördüyün kimi yaxanı dəyişdir. Normal şəraitdə buzu sən 0 dərəcədə nə edirsən? Maksimum 0 dərəcəyə qədər istilədə bilərsən. Məsələn, -20 dərəcəli buzu götürsən rejqakayını istilər, maksimum buz 0 dərəcəyə qədər nə edirsən, qızdıra bilirsən. Və deyirsən yox, müəllim, mən getdim maksimum bu rejqalar getdim belə avtomat kimlər olur var. Tutdum üstünə və onda nə olur? Yəni heç var. Yəni çıxılır rejqakayından eyni şey deyirlər təbii ki. İndi onun keçəcək aqreqat hallarında gəlir. Buz 0 dərəcəyə çatıb deyil, çevrilir mayeyə. Yəni buzluq getdi də təcrübə. Buz ayrı bir şey kimi düşün. Mayyeni ayrı bir şey. Yəni suyu ayrı bir şey kimi düşün. Yəni buz maksimum yəni 0 dərəcəyə qədər qaynaya bilir. 0 dərəcə qaynaya bilir. Buz maksimum 0 dərəcəyə qədər qala bilir. 0-dan sonra deyir ki, mən getdim sağ olun. O dərsə gedən bir uşaqlarında kimi. Mən getdim sağ olun deyir, artıq çevrilir maye. Yəni qaynama da nədir? Qaynama da onun kimi. Qaynamada mayenin maksimum qızma dərəcəsidir. Və bu da təzyiqdən asılıdır. Yəni asılı olduğu şeylər hamısını bir yazıram. Buxarlanma sürətindən asılıdır. Təzyiqdən çox asılıdır. Təzyiqdən asılıdır. Təsəvvür edin düşün ki, indi məsələn dağa çıxdıqca hər 12 metrdən bir atmosfer təzyiqi 1 millimetr civasını nə edir? Azalır. Bu da o deməkdir ki, dağların başında məsələn Himalay dağında su maksimum məsələn bizim təxminən 80 dərəcəli suyu qaynatdıqda burada su maksimum 80 dərəcə falan qaynayır. 80 dərəcə məsələn su 70 dərəcə atıram. Nə bilmirəm tam dəqiq qiymətini. 70 dərəcə, 80 dərəcə civarlarında qaynayır. Bu görsən nə deməkdir? Bu orada məsələn yemək qışa pişmir. Iri yeməklər var, pişmir olmur. Iri yeməklər var, çünki o yemək 100 dərəcədə məsələn lazımdır ki, o şey olsun da. Məsələn, atıram ət. Ət pişirmək istəyirsən suyun içində, pişməyəcək. Qaynama ilə buxarlanmanın nə olduğunu bildirsə, indi keçək buxarlanmanın sürəti nədir?
Buxarlanma sürəti buxarlanmanın sürəti. Buxarlanma sürəti yəni nətər edə bilər ki, daha tez buxarlansınlar. Birinci olaraq nə olmalıdır? Birinci olaraq mən asıl deyim, qoyduğun qabın səthini sayacaq. Qoyduğun qabın səthini sayacaq. Bu nə deməkdir? Şirin çayım var. Nədir? Şirin çaydır. Şirin çaydır. İndi bu şirin çayı nə qarmasan? İndi gətir deyirsən, içmək istəyirsən, içən istidir. Tök nəlbəkiyə. Nəlbəki üçün nədir? Sətin sahəsi çoxaldı. Sətin sahəsi çoxaldı. Ona görə nə oldu? Daha çox molekul çıxması üçün daha çox ərazi oldu. Ona görə birinci nədən asılıdır? Sətin sahəsi. İkinci temperaturdan. Sətin sahəsindən düz asılıdır. Yəni burada deyək ki, düz asılıdır. Yəni sətin sahəsi çox olan yerdə molekulların sürəti də nə edir? Daha çox olur. İkinci temperatur. Temperaturda necə asılır? Düz asılır. Düz asılıdır. Bu nə deməkdir temperaturdan düz asılıdır? Bax, bu molekul xaotik hərəkət edir deyə buradan çıxdı. Temperatur artırsa daha çox xaotik hərəkət edir. Yatdan məsələn belə eləyirdi. Yəni belə buradan çıxdı. Amma bir o belə eləyir. Daha çox olur. Hətta sənə bir şey deyim ki, buxarlandıqca temperatur azalır. Maye özü, yəni buxarlandıqca temperatur azalır. Bu nə kimi düşünə bilərsən? Çünki mayenin içində düz asıldı. O heç. Yəni biz qızdırsaq, amma biz qızdırmasaq, öz-özünə temperaturu azalır mayenin. Bunun əsas səbəblərindən biri də ki, buxarlanmaqdır. Buxarandan da olur, sənə belə deyim ki, ən fəal molekullar, ən çox hərəkət edən molekullar gəlib çıxır. Bu nətər kimi düşün, bir dənə kənd düşün. Kənddə ziyalı adamlar var, savadlı adamlar var. Dövlət gəlib deyir ki, bu ziyalı adamlar götürüb aparaq şəhərdə müəyyən işlər düzəldək də. Gəldilər götürdülər. Buxarlandılar. Kənd qaldı nə? Savadsız. Yəni bu da onun üçün tam olaraq eyni şeydir. Yəni gəlib fəallar falan nə edir? Hamısı çıxıb gedirlər, qalır kimlər? Pasiflər. Pasif molekullar qalır, o temperatur azalmanın səbəbi olur. Üçüncü nədən? Mayenin növündən asılıdır. Bunu çox eşidirik. Spirtin qapağını bağla. Uçacaq. Deyənlərə eşitmişsən, nə yəqin? Niyə? Mayenin növündən asılıdır. Cizvədə məsələn fərqlidir, suda fərqlidir. Hətta sən evə gedən kimi neynər? Bir dənə qaranlıq yerə gir. Qaranlıq yerə iki dənə stəkan içində müəyyən həcmli su tök, müəyyən həcmdə də eyni həcmli olsun. Spirt tök. Qoy olar. 3 gündə. 3 gün sonra get bax gör hansının həcmi nə qədər olur. Əslində günəşdə elmir ora. Su yuxarı çıxıb görəsən ki, yəni buxarlanıb çıxıb gedir. Sudan da biraz gedir, amma spirtdən daha çox gedir. Mayenin növündən necə asılıdır? Düz asılı demək çünki mayenin növündən deyə bilmərik. Dördüncü nədən asılı olar? Təzyiqdən. Təzyiqdən asılıdır. Təzyiqdən nəsə asılı ola bilər? Sən sıxsan, təzyiqi artırsan, məsələn, polşen deyil miydi? Polşen sıxsan, molekul çıxdığı yer daha sıx yer olur. Belə düşün də, kənddəki adam özü sərbəst belə oturur qoyunun qabağında falan kitabını oxuya bilir. Rahatdır. Amma gəlib dövlət bunu götürsə, getdiyi yerdə hər gün saat 9 işə gəlməlidir. Bu da işdən istəmir, elə şey. Deyəcəm, müstəqil yaşamaq istəyir. Hər gün 9-da məsələn işə gəlməlidir falan filan. Yəni daha çox təzyiq çoxdur. Orada təzyiq çoxdur. Təzyiqin molekulu deyir ki, mən istəmirəm. Mən suyun içində var. Kəndimdə mən oturum elə pendirimi falan yeyim qalım kəndimdə. Molekul özünü 10 deyir. Ona görə təzyiqdən tıras olur. Tərs asılı var təzyiqdən. Tərs asılı. Çünki təzyiqi artırırsansa, sürət nə edir? Azalır. Sürət azalır. Beşinci nədən asılı var? Kürəklənmə. Kürəklənmə əslində hamısını eləyirik. Məsələn, nəlbəkiyə su tökürsən, baxırsan qoca ikilər üfürürlər. Buradakı molekulları silirlər. Üstündə də məsələn bəzi molekullar qərarsızdır. Yəni gedmir, yoxsa getməyib. Bunu deyirlər ki, hərədə üfürür ki, ağzına gəlsin, çıxsın, geçsin molekullar. Yəni kürəklənməklə nətər asılıdır? Düz mütənasib asılıdır. Düz mütənasib asılıdır. Yəni bir də ki var rütubət. Rütubət. Bunlar keçəcək bu günlərə. Rütubət də eşitmiş olarsan. Rütubət havadakı suyun miqdarıdır. Məsələn, tük hamamları var. Tük hamamlarından tərdir. Çox rütubətli yerdir ora. Bunu da ki, belə düşün. Molekul kətdədir. Molekulun maceraları adlı film falan. Molekul kətdədir. İndi kətdən gəlib deyirlər ki, molekulda yəni çox hörmətli adamdır. Deyirlər, ziyalı adamdır. Molekulun temperaturu falan artıq. Molekulun gəlib dövlət deyir ki, sən aparaq şəhərə falan. Orada sən kimi adamlar çoxdur. Axı rütubətlidir o ətrafda. Molekul da özünə düşünür ki, orada mən kimi adamlar çoxdur. Nə özəlliyim qalmadı axı orada.
Deyir ki, mən valla kəndimdə qalmağını istəyirəm, yəni mayın içində qalırım. Ona görə də örtü-örtümdən tərs asılıdır. Bunu düzdür, yerlərini belə yazsaydın daha yaxşı olardı. Düzlər bir tərəfdə olardı, tərslər bir tərəfdə olardı. Amma sən yenə də bunu indi ekstrem belə İngiliscə bir gün necə çoxlayandan sonra mən. Qaynamanın da əslində bəzi şeylər var. Qaynama haqqında da bir şey danışmaq olar. Əslində buxarlanma ilə qaynamanın arasında fərqlər deyil. Buxarlanma nə olur? Bütün temperaturlarda olur. Bütün temperaturlarda olur. Qaynama amma müəyyən temperaturda olur. Bütün temperaturlarda olur, müəyyən temperaturda olur. Yəni bunu, yəni sən nə edirsən? Bütün temperatur dediyim kimi get gətir. Görürsən ki, buxarlanır. Yəni suyun miqdarı getdikcə olur. Amma bunun müəyyən temperaturlarda olur. Və təzyiqdən bu nə tər asılı var? Bu tərs asılı idi təzyiqdən. Amma burada belə bir şey var ki, məsələn, biz yatan nə etdik? Təzyiq azaltdıq. Gördüyün kimi, şifre çəkdim yuxarı, təzyiq azaltdım. Təzyiq azaltdı nə oldu? Qaynama temperaturu da azaldı. Qaynama temperaturu azaldı gördüyün kimi. Yəni 80 dərəcəlik suyu qaynatdıq. Əslində 100 dərəcə idi. Qaynama temperaturu azaltdıq bəli. Ona görə də bundan da tərs asılıdır. Bundakı yadında saxlasın işim yoxdur. Artıq silə bilərik. Qaynama ilə buxarlanma deyilən bir şey. İndi keçdik doyan və doymayan buxar nədir? Əsas hissə. Doyan və doymayan buxar nədir sualının cavabını verir. Belə bir şey düşünək. Bax, bunun içində nə var? Çoxlu molekullar var. Ya da ki, bunun müəyyən miqdarı su olsun. Sudur, suyun içində molekullar var. Suyun içində molekullar var. Molekullar nə edirlər? Çıxırlar çölə, fırlanırlar, gəzirlər. Amma belə bir şey də var ki, çöldəki molekullar təzədən mayeyə qayıda bilər. Niyə qayıtmasın ki? Yəni çıxırsa belə, təzədən xaotika gedir, gəlib mayeyə qayıda bilər. İndi hər bir temperatura, yəni hər bir temperatura əslində belə tərkəb cümlədir, həkim falan da arasında. Amma bu temperatur deyək. Müəyyən bir temperatura havada müəyyən sayda sadəcə su buxarı ola bilər. Yəni daha çoxu ola bilər. Yəni müəyyən miqdar ola bilər. Belə düşün ki, bir ərazi düşün. Ərazidə insan sayı məsələn 50 dənə ev var. Bura maksimum 50 ailə gələ bilər. Yəni 51-ci ailə gələndə nə etməlidir? Geri qayıtmalıdır 51-ci ailə. Yəni 50 dənə maksimum ailə gəlir. Burada 10 kimidir. Əgər ki, burada məsələn 1000 dənə molekulluq yer varsa, 1001-ci molekul gələndə nə olur? Qayıdır təzə mayeyə. Və yaxud yəni belə düşün də, bir dənəsi düşür, düşən kimi o birisi gəlir. Yəni 100 dənə molekul çıxırsa, 100 dənə molekulda mayeyə gəlməlidir ki, nə eləsin? Tarazlıq yaranacaq. Bunun adı nə olur? Bunun adı dinamik tarazlıqdır. Dinamik tarazlıq. Dinamik tarazlıqda belə bir şey belə sual qoyur. Öz mayeəsi ilə dinamik tarazlıqda olan qaza, yəni buxara daha doğrusu, öz mayeəsi ilə dinamik tarazlıqda olan buxara nə deyilir? Doyan buxar deyilir. Doyan buxar. Öz mayeəsi ilə dinamik tarazlıqdadır. Elə bir ki, doyub da, buxardır, doymuşam. Kimsə gəlməyini istəmir. Dolub da yəni, 50 evin 50-si də dolub. Yəni hamısı kimsə gələn kimi o dəqiqə deyir 51-ci ailə gəldi. Ondan sonra 49-cu ailə deyir ki, sən yavaşca təzədən qayıt 51-ci ailə. Yaxşı gəl otur sən burada. Elə deyib onu gətirə bilər. Kimsə gəlirsə də mütləq bir adam getməlidir ki, yəni o birisi gəlsin də. Ona görə. Yəni doyan buxar spesifik olaraq doyur, amma az buxarlar da var. O doymayan buxarlar. Onların mütləq dram tarazlıqda deyil. Deyir ki, gəl. Yer çoxdur. Gəl 100 dənə yer var. Səni sevindirici bir xəbər deyim, bir də sevindirməyən xəbər deyim. Sevindirici xəbər budur ki, doymayan buxar haqqında bu dəstə danışmır. Çünki doymayan buxar dediyimiz bir şey ideal qaz qanunlarına tabidir. PV bərabərliyi nüvəyə falan var. Yəni ideal qaz qanunlarıdır onlar. Məsələn, çox düstur demişik o arada. Yəni molekulyar kimya nəzəriyyat dediyimiz düsturların demək olar hamısı doymayan buxara aiddir. Amma doyan buxar fərqli bir evrendir. Bu haqqda biraz danışacağıq. Çox yox. Yəni biraz danışacağıq və indi burada izotermikal demişdik, yadındadırsa, izobaranal demişdik, izoxoral demişdik. İndi o doymayan buxara aid idi.
doymayan buxar, yəni demişdik ki, MK'nin az əvvəl dediyim ki, qanunlarına tabedir. Onun haqqında demişdik onda. Yəni o haqqında deməyə ehtiyac yoxdur. Amma sırf doyan buxar üçün bu günləri mən 2 dənə sadəcə prosesə baxıram. Və sənə inandırım ki, çox asan olacaqdır. Yəni sadəcə bir dənə nüans deyirəm. O nüansı tutdunsa ki, tutasan, yəni birinci uşağı gətirib bura deyir ki, bildim mən. Yəni o tutarsan, sadəcə bir dənə diqqətli olma versən tutarsan. Burada izoxor ala baxırıq birinci. İzotermikə baxırıq birinci. Ya da ikisini də eyni anda baxırıq. Bir dənə izoxor. 2 dənə prosesə baxıram və ikisində sadəcə bir dənə qrafik çəkirəm. Birincidə çəkəcəyim bu qrafik, bu düşəcəyimi bilmirəm. Bu göz oranı silim. Oradan yazır. İzotermikdə nə sabitdir? İzoxorda həcmdir. Xor həcmi. İzoxorda həcm bərabərdir konstant. Bax indi. Biz içəri keçidində bir dənə qrafika baxacaq sadəcə ki, rho-nun, sıxlığın, konsentrasiyanın və təzyiqin kim mənasılıq qrafikinə, həcm mənasılıq qrafikinə baxacaq. Temperaturuna baxan mən, temperatur olsa sabit. Həcm mənasılıq qrafiki. Burada da sıxlığı, konsentrasiyanın, təzyiqin nədir nasılıq qrafikinə baxıram. Burada kimə baxıram? Temperatur. Çünki həcm sabitdir. Sadəcə bu qrafiklərə baxın. Birincisi bu. İkinci yadına saxlanan bir şey budur ki, bu mövzu üçün temperatur kraldır. Temperatur kraldır dostum. Sadəcə bunu yadına saxla. Temperatur dediyimiz bir şey kraldır. Yəni P, N, rho deyirlər ki, yəni sıxlıqdır, konsentrasiyadır, təzyiqdir. Deyirlər ki, bizim üçün əsas bir kəmiyyət var, o da temperaturdur. Mən temperatur tabiyəm. Temperatur sabitdirsə, sıxlıqda, konsentrasiyada, təzyiqdə sabit. Həcm mənasında deyil. Temperatur dəyişirsə, burada dəyişir də. Yəni gördüyün kimi temperatur dəyişir. Yəni izoxor həcm sabitdir. Həcm kimi neymiş? Həcm sabitdir. Sıxlıq, konsentrasiya, təzyiq temperaturdan kəskin asılıdır. Kəskin, düz yox ha, kəskin. Kəskin asılıdır. Yəni temperatur dəyişirsə, hamısı kəskin dəyişirlər. Temperatur sabitsə deyir ki, o gəlmirsə, dasır alır, o PlayStation gəlmirsə, hamısı maraq yoxdur deyirlər. Yəni bu onun kimi bir şeydir. Sadəcə bunları yadına saxladın, bitdi sənin üçün. Yəni məncə asan deyil. Yəni əsas kömək kim idi? Temperatur, bəli. İndi daha maraqlı bir hala baxacağıq. Sənlə vizual şəkildə qazı mayeyə çevirəcəyik. Mörtəzədə yazıram ki, çünki bunun əks prosesi nə olar? Mayenin qaza çevrilməsi. Bunu gördüyüm mörtəzədə yazıram ki, mayenin də qaza çevirə bilirik. Yəni o da əlimizdən gəlir. Yəni o kimsə iş görüşməsində gedən deyir, ingiliscə biliyor falan. Onun kimi yazırıq ki, mayenin də qaza çevrilmək olur. Maye elə də yazırıq. Mayeni qaza çevirmək. Qaza çevirirlər. Amma əsasən qazın mayeni çevirməsi üzərində çox danışacağam ki, çünki qazı zaten mayeye çevirə bilirsə, mayeni də neylərik, qaza çevirərik. Bu hal üçün bunu deyək ki, bir dənə Porsche düşünək. Sıxılı yazın ki, 3 dənəsini arxa-arxaya çəkmək istəyirəm. Birincidən tərəfdə qaz gördüyümüz kimi. Qazdır. Bunu iki üsulla. Mən mayeyi çevirərəm. Bildiyimiz havanı götür, havanı. Nə edirik? Çevirəcək nəyə? Mayeyə. Havadan su çıxartacaq. Bunu iki usulla edə bilərik. İki usulla. Birincisi izotermik. İzotermik sıxma deyil. Sıxma. İzotermik olaraq bunu götürüb sıxırıq. Buna fikir ver. Bunu götürüb sıxırıq izotermik olaraq. Temperatur sabit qalmalıdır. Temperatur sabit saxlayırıq. Müəyyən temperaturda. Bunu götürüb sıxırıq. Sıxanda çevirəcək mayeyə. Bax, bunu amma indi burada bəzi bu qədər də əsas yoxdur da. Yəni bunu bəzi nöqtələr var. Necə sıxdıq, məsələn, bura qədər sıxdım. Nə oldu?
Biraz maye çekildi. Biraz yenə qaz var. Laf götürürsən. Hamısı artıq nihayətini onlar. Çevirilər mayeye. Hamısı çevirilər mayeye. Birinci hal nədir? Birinci hal doymayan buxardır. Doymayan. Doymayan gördüyümüz üçün buxardır. Buxar topusudur, doymuyor. Birini də əlavə edə bilərəm, yəni molekul topusudur. 3 dənəsi baxa bilərəm, götürəcək. İkinci halımı doyandır. Niyə doyandı göstərəcəm. Doyan nə? Buxar. Üçüncüsü də nədir? Mayedir. Bu qalsın ki, götürərsən. Hə. Birincisi nə oldu? Doymayan buxar. İkincisi doyan buxar. Üçüncüsü də halda maye oldu. Maye bildiyimiz bir şeydir. Doyan buxarda kötü şeydir. Ama dersən ki, şeydir. Doymayan da bildiyimiz şeydir. Ama doyan da deyə bilərsən ki, niyə doyan oldu? Bax, burada biz müəyyən qədər sıxandan sonra artıq çoxu çevrildi mayeye. Mayeye çevrildi. Yəni biz nə qədər sıxırıqsa çevrilir mayeye. Bundakı maye çevrilməsi belə bir şeydir ki, artıq dinamik tarazlığa keçdi gördüyün kimi. Yəni bunun içində molekullar var. Molekul çıxa da bilir, gələ də bilir. Yəni kiçikdir. Belə deyək də, buxar sıxdıq müəyyən sonra buxar doydu. Buxar deyir ki, ay doymuşam, mən çox sıxır, həcm azalır da. Deyir ki, bu evlər azaldır, evin sayını azaldırırsan. Belə düşün, yəni sıxırlar beyni. Belə düşün. 50 dənə ev var. Ya da 100 dənə ev düşün. 50 dənə də burada ailə var. 50 dənə ailə var. İndi biz neynədik? Getdikcə həzmi kiçildirik, eləmi? Sıxırıq. Sıxırıq. Qaldı 70 dənə ev. Sıxırıq 60 dənə ev. Sıxırıq 50 dənə ev. Amma sıxanda 40. 50 dənə ailə var axı. Neynəməliyik? 10 dənəsini tullamalıyıq. 10 dənəsi çevrildi şu mayeye var. Maye doydu. Kənd doydu. Kənddə yatağa dedik ki, 30 dənə ev olacaq. Məsələn 30 dənə. Amma indi də çıxacaq hamısı gedəcək. Hamısı gedəndən sonra da hamısı artıq köçürlər şəhərə, olur maye hamısı. Yəni belə bir dənə prosesdir. Belə yadda saxlaya bilərsən. İzotermik olaraq sıxılır. Amma indi bir dənə də bunun qrafikdə var. Təbii ki, təzyiqdən asılı. Çünki biz bunu təzyiqin P-ni V-dən asılı qrafikına baxmağa məcburiz. Çünki nə etdik biz? Getdikcə təzyiq uyguladıq. Həcmində sıxdıq. Temperatur sabit saxladı. P-ni V-dən asılı qrafikına baxmaq şərtdir. Burada indi birinci halda sıxırıqsa, bu istiqamətə gedəcəyik. Doymayan buxara baxırıq. Doymayan buxar nəyə tabi idi? MK-nə tabi idi. MK-də biz demişdik ki, izotermik sıxıramsa, PV-dən tərs olur. Tərs olur. Bax, PV bölünsün, T bərabərdir. Konstant idi axı. Konstant. Temperatur sabitdirsə, həcmi azaldıramsa, təzyiqlə nə etməliyəm? Artırmalıyam da dostum. Ona görə də yəni tərs asıntılar. Belə bir şey çəkirəm birinci hal üçün. Buna birinci hal deyək. Birinci hal üçün belə bir şey çəkirəm. Buna oldu, birinci halımız oldu. İkinci hala baxırıq. İkinci halda səncə nə olmalı? İkinci halda bir şey olmaz, doyan buxar. Doyan buxarda nə tabi idi? Bayaq dediyim tabi idi. Bayaq da izotermik sıxıramsa, PV-dən təras olur. Görün yaddaşını qaldırma. Aslı olmaz. Biz bunu götürüb sıxırdıq. İzotermik olaraq. Çünki temperatur sabitdir burada, izotermik. Temperatur sabitsə, PV-dən təras olur. Olmaz. Yox dedik də bunu. Tutdun mu? İzotermik, keçdi bu prosesə. Prosesdə doyan buxardır. Doyan buxarlarda dedik ki, MK-nə tabi deyil. Sırf yaxal dediyimə tabi. Yaxal dediyimdə də kral kimi idi? Temperatur. Temperatur sabitdirsə, deyir ki, mən də sabitəm. Demişdik ki, sıxlıq, təzyiq, konsentrasiya həcmdən asılı olmur. Və həqiqətdə olmalı gördüyün kimi. Bax. Olmalı. Tutdun mu? Üçüncüdə də həcmin mayedir də. Mayenin demişdik ki, sıxmaq olmur. Sıxsam belə çox kiçik həcmin dəyişmək üçün, çox kiçik, bu qədər sıxılcadan həcmin dəyişmək üçün inanılmaz dərəcədə böyük nə lazımdır? Təzyiq lazımdır. Ona görə belə bir şey çəkirik. Bu oldu, bu proses nə? Qazın mayeye çevrilməsi. Həqiqətən gördüyün kimi qaz neynədim? Çevirdim mayeye. Hə, indi amma belə bir şey var ki, sən ilə polşeni gətirim, deyək ki, polşenimiz götür belə sıxsa maye əldə eləyə bilmərsən belə olsun. Yəni belə bir dənə də gerçək var. Bunu deyə bilərsən, nətər və yaxlarında yaxında danışdın sən. Bir dənə xüsusi temperaturu var. O temperatur aşağıda elmi olur, amma böhran temperaturu deyil. Böhran temperaturunda nətər olduğunu gözə sənə yazmır. Bunu siləm qrafiki, modeldən qrafik almadım.
Bax, Ronun T'dən asılına baxır. Sırf böhran temperaturunu çatmaq üçün. Birinci olaraq bir şey deyim ki, Rho T'dən tər asılı olar. Kəskin olar. Kəskin olar. Çünki bu yaxın demişdik ki, əsas temperatur kömək temperaturu. Sıxlığın temperaturuna asılına baxır. Sıxlıq. Temperaturdan az əvvəl demişdim ki, kəskin asılıdır. Yəni deyirlər ki, temperatur bizim üçün nətərdir? Kral bir insandır, yaxşı bir şeydir. Yəni temperatur əgər sabitsə, məndə sabitəm, bu kimlər deyirdi? Sıxlıq deyir, təzyiq deyir, bir kim deyir? Konsentrasiya deyir. Rho deyir, P deyir, N deyir. Deyirlər ki, mənim üçün nədir? Temperatur əsas bir kəmiyyətdir. Əgər temperatur sabitsə əgər, mən də sabitəm. Temperatur dəyişirsə, nətərdir? Mən də nə dəyişirəm, özü kəskin dəyişirəm. Ona görə də bunun doymayan buxar üçün, yəni doyan buxar üçün daha doğrusu, doyan üçün belə bir şey çəkmək olar. Temperaturdan asılı olaraq. Bir də var ki, mayelər var. Mayelərdə biraz fərqlidir. Mayedir. Sən götür mayenin temperaturu artır. Getdikcə onun sıxlığı azalır. Özün məntiqən düşün. Mayenin bir var belədir. Maye belədir. Yəni daha doğrusu maye deməyək, burada su deyək. Çünki buxar var. Su daha çox yaxşıdır. Yəni insan belində daha çox qalır. Bax belə deyil. Bir də var ki, sən bunu nədin qızdırın. Buradakı molekullar daha geniş ərazilərə yayılır. Çoxu buxarlarla çıxır gedir falan filan, sıxlığı azalır. Çoxu getdi məsələn. Buxarlanma sürəti artdı. Çoxu getdi. Yəni sıxlıq nə edir? Azalır. Ona görə də bunu da qrafikdə belə olur. Bu da mayelər üçündür. Bunlar bir nöqtədə kəskindir. Bunun yəni kəsişdiyi temperatura T böhran deyilir. Böhran temperaturu. Əgər ki, bax bu çox önəmli deyil. Böhran temperaturunun necə olduğunu deyək. Doyan buxarla mayenin fiziki xassəsinin yox olduğu temperatura, fiziki xassəsinin yox olduğu demək, fiziki xassəsinin eyni olduğu temperatura deyirik ki, nə? Və düşün. Doyan buxardır, mayedə uca bilinmir. Elə bir sərhəd gəlir ki, o sərhəddə sıxlıqları eyni sodur. Gördüyün kimi, bax, elə bir temperaturdur ki, temperaturun nədir? Sıxlıqları da ikisində nədir? Eynidir. Əgər bundan kiçik temperaturlarda, məsələn, bura T1 deyəksə, T2 deyiriksə, bu temperaturlarda nə etmək olur? Bunu rahatlıqla bu prosesi icra etmək olur. Əgər bundan böyük temperaturlarda, T4 3 deyək buna, nə etmək olur? Sən bunu nə qədər sıxsan da çevirə bilməyəsən. Anladın mı? Yəni müəyyən bir temperatur, bu qabın temperaturu olur. Qabın temperaturu məsələn, ola bilər T1, ola bilər T2. Onda çevirə bilərsən. Amma T3 olsa, mümkün deyil. Anladın mı bunu? İzotermik sıxmanı anladıq. İzotermik qızdırma olar, qızdırsan olar bəs. İzotermik sıxma deyil daha doğrusu. İzotermik genişləndirmə olar. Tərsim olur, belə mayeəni tuturuq, indi genişləndiririk, dartırıq yuxarı, çeviririk. İndi keçirik ikinci izoxor soyutma. İzoxor soyutmaya baxırıq. İndi yenə qanun var. Bu dəfə izoxordur deyil, nə sabitdir? İzoxor olan nə sabit olur? Həcm sabit olur, bəli. Ona görə də həcmə deyirlər. Bu nədir? Doymayıb. Doymayan buxar. Buna qaraq bəs. Doyub. Doyan buxar. Doyan buxar və doymayan buxarımız oldu gördüyümüz kimi. İndi bunun da əslində fəlsəfəsini çox danışmaq şeydir, yəni yaxın dediyimiz kimi əslində. Yəni nə elədik? Evləri keçən dəfə götürmüşdük. Bu da onun kimidir əslində. Yəni temperatur getdikcə azaldıqca artıq nə edir? Molekulun hərəkəti qalmır. Hərəkət etməyə qabiliyyəti qalmır. Yəni biz müəyyən temperaturda müəyyən qədər doymamaq istəyir. Doymamaq həddi, yəni dəyişiklik bir də gələ bilər. Temperaturun qiymətinin nasıldır? Temperatur əgər çoxdursa, deyir gəlsin. Temperaturum azaldısa, qəşəng deyil.
necə gəlməsin. Yəni gedirlər, hamısı dolmuşurlar bir tərəfə, pigüvünlər falan hamısı gəlib toplanırlar bir-birinə istədilər. Və da o kimi yollaşdılar, taplaşında oldular artıq nə? Maye. Onlar Ronun Penin birdən asılı qrafına baxırlar. Penin birdən asılı qrafına baxır. İzoxor soyutma. Eğer mən izoxor ve daha doğrusu bunun T'den asılı olmalı. Yani T'den aha. Çünkü həcm sabit daxil. Yəni dəyişənlərə baxmaq lazımdır. Mən xəta elədim. T'nin T'den asılına baxıram. Eğer izoxor soyduramsa, bu MK'nin tənliklərinə asılı tabi idi. MK'nin tənliklərinə tabidirsə, izoxor soyutsam, PT'den tər dəyişir. PT'nin tər dəyişir. Düz aslıydı. Ya nəsə aslıydı. Sualımız haqqında. Düz aslıydı. PV bölünsün T bərabərdir. Konstant idi. Kim sabitdir? Həcmi götürülsün. Sabitlik qoruması üçün bu neçə dəfə artsa bu da qədər artmalıdır. Bunu gördü nədilər? PT'dən düz asılıdır. PT'dən düz asılı deyə belə bir şey çəkmək mümkündür. Amma burada nə etməlidir? Azalma istiqamətli olmalıdır. Çünki soyuduram. Dediyim kimi soyuduramsa bu istiqamətə getməliyəm getdikcə. Bura qədər gəldim. Bura qədər hansı halda? Birinci halda bura doymayan. Doymayan nə? Buxar. İkinci halda doyan buxar. Doyan buxardan tər olar bəs. Temperaturdan tər asıl olar. Kəskin asıl olur və azalır, düz deyirsən. Və kəskin asıl olur. Belə bir şey olur. Çünki axı demişdik ki, temperaturdan, PT'dən temperaturdan kəskin asıldır. Deyək ki, temperatur nətərdirsə mən belə. Temperatur yaxşı bir. Belə sadəcə iki alı baxdıq. Da doyan buxar. Burada diqqətini çəkən bir hissə olur. Burada diqqətini çəkən bir hissə var. Görsən ki, müəyyən bir temperaturda doyan buxarla doymayan buxar arasında, daha doğrusu hərəkət edim. Doymayan buxarla doyan buxar arasında xəstə fərqi yox olur. Gördüyün kimi, elə bir nöqtə gəlir ki, bunlar eyni olur. Xəstə fərqi, yəni temperaturla gəlmiş olan xəstə fərqi tamamilə eyni olur. Bax, tamam bu temperatura biz nə deyirik? Şey nöqtəsi deyirik. Bunun daha doğrusu sıxlığın şeyini göstərmək daha doğrudur. Sıxlığın temperaturunun asıldığını. Eyni burada da belə gəlir. Və burada tərdir TJ nöqtəsi. Şey nöqtəsi nədir? Gözlədim o siləyində şey nöqtəsi haqqında biraz danışmaq istəyirəm. Qalsın. Şey nöqtəsi nə bir şeydir? Şey nöqtəsi bildiğin bir şeydir əslində. Elə bir temperatur var ki, temperatur gələndə hava dan su yaranır. Havadan bildiğimiz su yaranır. İndi bunu yəqin görmüşsən, yəqin görmüşsən, yəni otların zadısın, sər durursan, görürsən otların zadının su olur. Görmüşsən onu. Görmüsənsə, və yaxud xal deməkdəki su. Görürsən ki, bölləri nə olur? Su olur. Havadan yaranır, çox adam düşünür. Pəncərədə və yaxud. Düşün qalxırsan ki, suallar verir hətta. İnsanlar sual verirlər, suallar. Yəni fizik bilim insanlara əzmək deyirlər. İnsanlar sual verirsən ki, pəncərədən niyə su yaranır? Sonradan deyir ki, nə bilim, daha yağış keçib tərəfə. Nə, bəli. Yəni soyuq deyir ki, orada işə nöqtəsi olur. Dediyim kimi, temperatur gəlmə tədricə şəkildə olur. Doyan buxarla doymayan buxar arasında xəstə fərqi yox olur. Bir də bir ki, çevrilir şeyə də buna. Müəyyən dərəcədən sonra temperatur sağlığı çevrilir suya. Onun vizual şəkildə hətta gördüyümüz versiyonudur. Bunun əksi də təbii ki, ola bilər. İzoxor neyləsəm, istətsəm, hamı çevrilir. Buxara zaten bu da yəni, gündəlik gördüyümüz şeydir. Əsas doyan buxarla doymayan buxarın nə olduğunu bilməyindir ki, bildiyimi doymayanlar, doyanlar. Məsələn, doymayan buxarı desən ki, mənə bir nümunə göstər ki, doymayan buxar olsun. Mən sən deyirəm, ləmsafik. Tam uyğun bir şey deyil, amma kobudcasına ləmsafikə şey olar ki, ləmsafikə qabı. Mən hətta uşaqlar çox düşünürdüm. Deyirdim ki, bir dənə quru safiqqanı və paltarı yuyursan, asırsan, sabahsın mən bunu düşündüm, 3-4 yaşım falan var. Assan, nə olursa quruyur. Namsız haqqındakı nə qurumur? Çünki o ondan tərdir, qapalı sistemdir. Çıxır molekul, təzən qayıdıb gəlir. Ondan sonra indi rütubət haqqında danışım biraz. Bunu incələ, bunu yazırım. Rütubət.
e, Rutubətin de iki növü var. Bunu da yazın. Mütlak ve nisbi rutubət. Rutubəti birinci ro hərfinə göstərməyə çalışacağıq. Ro hərfinə. Ro hərfinə göstərəcəm. Və düsturu biraz sıxlığın düsturuna çox oxşuyur. En bölünsün bir. Ama burada mahiyyətcə biraz fərqliliklər var. V nədir? V yəni bildiyimiz bir şeydir. 1 metr kubluq bir ərazidir. 1 metr kubluq nə tər bir şeydir? Yəni havanın 1 metr kubluq bir ərazisində havadır. Yəni havanın, dəqiq burada da, yəni otaqda da mümkündür bu. Nətərdir? 1 metr kubluq ərazidir. Çünki hər tərəfi 1 metrdir. Bunların hər tərəfi nətər olsun? 1 metr olsun. Hər tərəfi 1 metr olan bir dənə kubdur. Kub həcmidir bu. Həcmidir. Bu da ki, bu həcmdə olan su buxarının miqdarıdır. Yəni düsturu belə şeydir, düsturdan tərif verib çıxara bilər ki, vahid həcmdə olan su buxarının miqdarına nə deyilir? Mütləq rütubət deyilir. Bunun adı mütləq rütubətdir. Düstur budur. Mütləq rütubət. Vahid həcmə düşən molekul yox. Vahid həcmə düşən su buxarlarının miqdarı kütləsinə. Yəni bu həcmin içində nə qədər su buxarı kütləsi var? Su buxarının kütləsi məsələn, Türk anlıqlarında daha çox olar. Çünki vahid həcmində nədir? Su buxarının miqdarı daha çoxdur orada. Məsələn, rotokda da var, mütləq rütubətin miqdarı var. İndi yaxın dersən nisbi rütubətə keçsin. Ona görə bunun vahidini deyək ki, vahidi biraz çaşdırır. Vahid sizcə nə olar? Kilogram bölünsün şey kimi metr kubu kimi düşünülür rəsmində. Amma burada qram bölünsün yazır. Yəni fizika institutlarının adı çünki çox kiçik miqdar olur deyə. Yəqin ona görə hallarına gəlir. Metr kub. Qram bölünsün metr kub olur. Bunda çıxılır. Çıxlıq yox. Mütləq rütubətin nəyi? Vahidi. Mütləq rütubətdən məncə ağlında bir şey qalmadı. Eləmi? Nəsə qaldı. Yəni sadə bir şeydir aslında. Yəni bu qədər havanın içində nə qədər su buxarı var, o mütləq rütubət dediyimiz bir şey. İndi gəldik nəyə? Nisbi rütubətə. Nisbi rütubət birinci düsturun yazıram. Fi hərfinə işarə edirik. Fi. Fi bərabərdir. Rho bölünsün. Rho 0 vurulsun 100 faiz. Bunun təbii ki, bir açıqlaması ehtiyaclı bir durumdur. Rho buradan bildiyimiz mütləq rütubətdir. Yax dediyim şey. Mütləq rütubətdir. Rho 0 da həmin temperaturda, yəni prosesin baş verdiyi temperaturda, həmin temperaturda yazaq da, həmin temperaturda ki, rütubətin miqdarıdır. Yəni buna mütləq rütubət deyirlər. Həmin temperaturda ki, max rütubət. Yəni bunu biraz tərifdən kənara çıxıram. Max rütubət. Bunun nə olduğunu desən açıqlayacağım. Mütləq rütubət haqqında danışdıq. Max rütubət də bu düşür. Hava, yəni bildiyimiz hava. Müəyyən miqdarda sadəcə su buxarının qəbul edə biləcək kapasitəyə sahibdir. Məsələn, havanı düşün. Hava məsələn tutaq ki 50 dənə, 50 kiloqram tutaq ki. Yəni düşün 50 kiloqram deyək ki su buxarı və gələ bilər. Onun müəyyən temperatur lazımdır məsələn. Əgər havanın dərəcəsi tutaq ki 40 dərəcədirsə, daha çox qəbul edir. 50 dərəcədirsə, deyək ki məsələn 100-ü gəlsin, 100 kiloqram gəlsin. Hava temperaturu 50 dərəcədirsə 100-ün qəbul edə bilərəm. Biri qəbul etmə xassəsiyyətinə malikdir. Bu da ki odur ki, yəni həmin temperaturda max rütubət budur. Əslində faydalı şeyə çox oxşuyur. Faydalı şey demişdik. Max budur. Yəni mən maksimumu bu qədər görə bilərəm. Amma əslində budur. Yəni əsli maksimuma bölürəm, vururam 100-ə. Bu onun üçün bir şeydir əslində. İndi belə bir şey də var ki, yağışın yağması əslində buna bağlıdır. Yağışın yağması buna bağlıdır. Məsələn, buludlar. Buluddakı müəyyən bir həcmdə nədir? Su buxarının miqdarıdır. Temperatur azalanda neyinir? O azalır. Tutaq ki, burada var 70 kilogram su. Havada həmin temperaturda 100 kilogram tutabilirdi. Bu biraz belə normalde de yazıram. Aslında bu vahidi o başqa şeydə olduğunu bilirdik də. Buna nə deyəm? 100 kilogram havada qəbul edir. 1000 yazdım, 100 deyir. 100-ü qəbul edir. Temperatur azaldı, qəbul elədi 50'si. 50 dərəcəsində kilogram. 20 dərəcə belə artıq qaldı.
Nə var məni? Sazsan. Bax, bir dənə məntiqi bir dənə dinlə. 70 kiloqram su buxarlanmış. Maksimumda 100'ün tutur. Həmin 50 dərəcədə. 50 dərəcə temperaturda. Havanın dərəcəsi 50 dərəcə Selsidir. 50 dərəcə Selsidə nə edir? 70 kiloqram var və deyir ki, mənə 30'u da gələ bilər. Yəni bu belədir. Hava qəfildən belə düşdü 10 dərəcəyə. 10 dərəcəyə. 10 dərəcə üstü dedi ki, tabii 100'ün qəbul eləmirəm. 50'sini qəbul edirəm. Məndə də var 70'i. 20'sini eləməlidir. Axacaq yerə və yağışın yağması zaten budur. Yəni hava durduq yerdə demir, gözlə çiyin buralara çaq buraxıqdır və taxıl əkib bu əkinci yazıq onu gözə xeyir verin demir təbii ki. Ola ki, onun miqdarıdır və rütubət haqqında bu qədər danışır. Əslində deyəcəklərim bu qədər. Yəni düz aqreqat halda var. Aqreqat halda deyim demək istəyirəm. Aqreqat halda gələn dəfə hesablaya bilərik. Şimdi bu qədər. Başqa demədiyim qaldı mı? Bir də bunun cihazları var. Cihazları gözlədiyi. Bunu higrometrlə bir də əsasən psixometr var. Psixometr var. Psixometrlə ölçürük. Psixometrin iş prinsipini, yəni psixometr haqqında qısa məlumat verim. Psixometr əslində bunun şeydə var. Psixometr cədvəli var. O cədvəl də səni izah edəcəm. 2 dənə temperatur var. 2 dənə temperatur var. Termometrimi götürüb oradan göstərim. Normal 2 dənə termometr. Normal nədir? 2 dənə termometrdir. Birini götürürlər, burası yaş olur. Yaş termometri olur. Bir amma quru termometr var. Quru termometr normal bu. Yaş termometr burada sadəcə nə var? Yaş bir şey var, yaş bir şey var. Yaş termometrin göstərişi var. Bax 20 dərəcə göstərir. Quru termometrin göstərişi var. Dərəcə göstərir. Buna uyğun olaraq cədvəl var bir dənə. O cədvəldə psixometr cədvəlidir. Yəni sənə göstərir o. Psixometrin cədvəlində nə edirlər? Bunu uyğun olaraq göstərirlər. Və belə bir şey də var ki, əgər fərq azalırsa, bunlar arasındakı fərq azalırsa, bunu nə olur? Havanın rütubəti artır. Yəni məsələn, olsun 30 dərəcə, havanın rütubəti nə edir? Artır havanın rütubəti. Hətta 20 dərəcə belə ola bilər. Onda nə olur? Havanın rütubəti maksimum olur. Çünki yaş olur bura. Yəni yaşla bunun arasında fərq olmur da. Yəni belə bir şeydir psixometrdə. Psixometr haqqında danışarsan. Bugün dərsimiz bu qədər.